Masallı'nın Kalinovka, Hüseyin Hacılı, Öncəqala və Yeddoymaq kəndlərinin yaxınlığındakı meşəlik ərazi nəzarətsizlik səbəbindən zibillik poliqonuna çevrilib. Sakinlər bildirirlər ki, problem 24 saylı meşə dolayı 23 saylı dolayla birləşdirildikdən sonra yaranıb. Həmin vaxtadək hər iki dolayın ayrıca gözətçisi olduğundan meşəyə kənar şəxslərin girişi məhdudlaşdırılır. Ərazi zibilləmədən qorunurdu. İndi isə kənd ərazisində məişət tullantıları üçün ayrılmış yer və zibil qutularının olmaması bəzi sakinləri asan yol seçməyə vadar edir. Onlar gecə saatlarında müxtəlif nəqliyyat vasitələri ilə tullantıları meşəyə daşıyıb atırlar. Meşə ətrafında təlimat lövhələrinin də kimlərsə tərəfindən götürüldüyü bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məsələni narahat edici adlandırıb. Onun sözlərinə görə tullantıların təbiət ərazilərinə atılması ilə bağlı Nazirlik tərəfindən mütəmadi maarifləndirmə aparılır, təmizlik aksiyaları keçirilir. Sözügedən ərazi artıq regional meşə təsərrüfatı əməkdaşları tərəfindən təmizlənib. Vətəndaşlara çağırış edirik ki, tullantıları ətrafa atmasınlar və belə hallarla qarşılaşdıqda Ekologiya Təbii Sərvətlər Nazirliyinin 168 çağrı mərkəzinə məlumat versinlər deyə bildirib. Qeyd edək ki, sözügedən meşə dolayları 70 ildir mövcuddur və uzun illərdir qorunur.